Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Steve Daines-i qəbul edib. Prezident İlham Əliyev Donald Trumpın ikinci dəfə ABŞ prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz eyni zamanda region üçün çox önəmli olduğunu deyib. Dövlət başçısı ABŞ-ın vitse-prezidenti J.D. Vance'in Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Həmin səfər zamanı Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında strateji tərəfdaşlıq xartiyasının imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev Donald Trumpla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğulayıb. Steve Daines-in Azərbaycana son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirib. Senator Steve Daines də öz növbəsində son dövrlərdə ABŞ ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib. Azərbaycan prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğulayıb. Qonaq eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd edib. Steve Daines Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Söhbət zamanı Trip dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Xocavənd şəhərinə növbəti köç karvanı yola salınır. Şəhərə 41 ailə, 163 nəfər köçürülür. Bugün doğma yurduna dönən Xocavəndlilər Respublikanın müxtəlif bölgələrində məskunlaşan ailələrdir. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzinin parkında Qəbələnin Vəndam qəsəbəsindən olan rəssam Yahya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib. Sərgidə rəssamın 38 əsəri nümayiş olunur. Sonra Qəbələ Arxeoloji Mərkəzinin yaxınlığında yerləşən parkda İctimai Birliyin təşəbbüsü əsasında ağac əkmə aksiyası keçirilib. Aksiyada Qəbələ və Bakıdan olmaqla ümumilikdə 32 uşaq iştirak edib. Ukraynalı uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev X sosial şəbəkə hesabında yazıb. Ukraynalı 30 uşaqdan ibarət qrup növbəti 2 həftəni Azərbaycanda xoş keçirmək üçün reabilitasiya proqramı çərçivəsində bugün Bakıya gəlib, deyə o qeyd edib. Səfirin sözlərinə görə indiyədək 662 Ukraynalı uşaq bu proqramdan yararlanıb. Ankara'da NATO'nun 36. sammiti keçirilib. Sammit bugün Müdafiə Sənayesi Forumu ilə başlayıb. Forumda NATO'nun baş katibi Mark Rutte açılış nitqi ilə çıxış edib. NATO ölkələri 2035-ci ilə qədər ümumi daxili məhsulun 5%-ni müdafiəyə yönəltməyi hədəfləyir. Baş katib xatırladıb ki, bir il əvvəl Haaqada müdafiə sənayesinə daha çox investisiya qoyulması barədə qərar verilib. Müttəfiq ölkələr 2035-ci ilə qədər ümumi daxili məhsullarının 5%-ni müdafiəyə ayırmaq məqsədinə doğru əhəmiyyətli irəliləyiş əldə ediblər. Eyni zamanda milyardlarla dollarlıq layihələrə imza atılıb. Bu investisiyalar iqtisadiyyatı inkişaf etdirəcək, təhlükəsizliyi artıracaq və 10 minlərlə yeni iş yeri yaradacaq. Mark Rutte həmçinin bildirib ki, NATOya üzv dövlətlər tanker və uzun mənzilli nəqliyyat təyyarəsindən təşkil olunan çoxmillətli hava donanmasının formalaşdırılması istiqamətində Airbus şirkətindən 12 təyyarənin satın alınmasına başlayıb. Bu təyyarələr müdafiə qabiliyyətini artırmaqla böyük dəniz əraziləri üzərində gecə-gündüz fasiləsiz müşahidə imkanları təmin edəcək. Onlar uzun müddət yüksək hündürlüklərdə uça biləcək və açıq dənizlər də daxil olmaqla geniş əraziləri əksər digər təyyarələrdən daha səmərəli şəkildə əhatə edə biləcəklər.
Sonra Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Milli Müdafiə naziri Yaşar Güler iştirakçılara müraciət ediblər. Günün proqramına Xarici İşlər və Müdafiə nazirlərinin görüşləri, eləcə də liderlər üçün rəsmi şam yeməyi daxildir. Sammitin ikinci günü Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclası keçiriləcək. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump NATO dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə gəlib. ABŞ liderini Ankara hava limanında Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan qarşılayıb. Daha sonra prezident sarayında Donald Trump'ın rəsmi qarşılama mərasimi keçirilib. Erdoğan Amerika Birləşmiş Ştatları prezidentini burada rəsmi şəkildə qarşılayıb və hər iki lider fəxri qarovulun önündən keçib. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan və ABŞ prezidenti Donald Trump arasında iki tərəfli görüş keçirilib. Görüş Ankaradakı prezident sarayında baş tutub. Türkiyə lideri Donald Trump'ı Ankarada qarşılamaqdan məmnunluğunu ifadə edib. ABŞ prezidenti isə öz növbəsində Erdoğanın bütün dünyada xüsusi hörmətə malik olduğunu bildirib. O, Türkiyənin güclü dövlət olduğunu vurğulayaraq, xüsusilə Rəcəb Tayyip Erdoğanın rəhbərliyi dövründə ölkənin hərbi müdafiə sənayesinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini qeyd edib. Görüş zamanı tərəflər bir çox məsələləri müzakirə ediblər. Fransa prezidenti Emmanuel Macronun Suriyanın paytaxtı Dəməşqə rəsmi səfəri zamanı qaldığı Four Seasons otelin yaxınlığında iki partlayış baş verib. Bu barədə Al Arabiya məlumat yayıb. Məlumata görə hər iki partlayıcı qurğu Kustar üsulla hazırlanıb. Onlardan biri yol kənarında saxlanılan avtomobildə, digəri isə zibil konteynerində yerləşdirilib. Partlayışlar nəticəsində 4 polis əməkdaşı da daxil olmaqla ümumilikdə 18 nəfər yaralanıb. Bildirilir ki, partlayışlar Fransa prezidentinin iqamətgahının mühafizə olunan zonasının hüdudlarından kənarda baş verdiyindən Emmanuel Macron üçün birbaşa təhlükə yaratmayıb. Fransa prezidenti ötən gün axşam Dəməşqə rəsmi səfərə gəlib və səfəri plan üzrə davam edir. Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin bölmələri Ukraynanın dövlət sərhədindən 2500 km məsafədə yerləşən Omsk şəhərinin neft emalı zavodunu vurub. Bu, Ukraynalı hərbiçilər tərəfindən vurulan Rusiyadakı 11 ən böyük benzin istehsalçısından sonuncusudur. Ərazidə zərbə və ardınca yanğın qeydə alınıb. İlkin məlumata görə layihə gücü ildə 8,4 milyon ton neft olan Elou Aft 11 neft emalı qurğusu vurulub. Qeyd edək ki, Rusiya qüvvələri də son bir ay ərzində Ukrayna ərazisindəki yanacaq doldurma məntəqələrinə qarşı geniş miqyaslı hücumlar təşkil edib. Forbes nəşrinin məlumatına görə bu müddət ərzində ölkə üzrə təxminən 100 yanacaq doldurma məntəqəsi zərbələrə məruz qalıb. Təkcə son bir neçə gün ərzində həyata keçirilən hücumlar nəticəsində Poltava, Xarkov, Nikolayev, Zaporojye, Dnepropetrovsk, Sumi, Xerson və Odessa vilayətlərində yerləşən stansiyalara ciddi ziyan dəyib. Bu hücumlar enerji infrastrukturunun logistikasını pozmaq və yanacaq təchizatı zəncirinə zərbə vurmaq cəhdi kimi qiymətləndirilir. Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3535 nəfərə çatıb. Bu məlumatı Bolivar Respublikası Milli Assambleyasının sədri Jorge Rodriguez Telegram kanalında açıqlayıb. O, xilasetmə və yardım göstərilməsi ilə bağlı atılan addımlar barədə də məlumat verib. 16740 nəfər yaralanıb, 17854 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib, 25016 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə keçib, 86794 ailəyə yardım göstərilib, zərər çəkənlərə 9603 ton ərzaq çatdırılıb. Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 magnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 magnitudalı 2 yeraltı təkan barədə məlumat verib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçən ticarət gəmilərinə 2 raket atıb. Bu barədə Axios'un jurnalisti Barak Ravid X sosial şəbəkə hesabında yazıb. ABŞ rəsmilərindən biri mənə bildirdi ki, Sepah Hörmüz boğazından keçən ticarət gəmilərinə 2 raket atıb. Onun sözlərinə görə 2 ticarət gəmisi vurulub və ciddi ziyan görüb, lakin tələfat yoxdur. Türkiyənin Kırıkkale şəhərində idarəetmədən çıxan avtobus aşıb 41 nəfər xəsarət alıb. Xəsarət alanlar hadisə yerindən xəstəxanalara çatdırılıb. Onlardan 3-ünün vəziyyəti ağırdır. Baş verən yol nəqliyyat hadisəsindən sonra avtobus sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Mərkəzi Çinin Hubei əyalətinin şərq hissəsində tufan və güclü külək səbəbindən 11 nəfər ölüb, 1 nəfər itkin düşüb.
Ekstremal hava şəraiti səbəbindən bu ərazidə 22 bina dağılıb və daha 4855 binaya ziyan dəyib, nəticədə 331 yerli sakin zərər çəkib. Bildirilib ki, əyalətdə geniş miqyaslı xilasetmə və humanitar əməliyyatlara başlanılıb. Bangladeşin paytaxtı Dakka yaxınlığında yerləşən Savar şəhərində tələbələrin formalaşdırdığı Milli Vətəndaş Partiyasının təşkil etdiyi mitinq zamanı güclü partlayış baş verib. Bildirilib ki, kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər xəsarət alıb, onlardan 3-ü əməliyyat olunub. Hadisə partiyanın Dəkkə dairəsi üzrə koordinatoru Nabila Tasnidin çıxışı zamanı qeydə alınıb. Partlayış izdiham arasında çaxlaşma yaradıb. Sosial şəbəkələrdə yayılan videolarda iştirakçıların panika içərisində qaçaraq xilas olmağa çalışdığı görünür. Qeyd edək ki, sözü gedən aksiya Bangladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı tələbə etirazlarının 2-ci ildönümünə həsr olunmuşdu. Hökumət rəsmiləri hələlik partlayışın rəsmi səbəbini açıqlamayıb. Güclü yağışlar New Yorkda geniş miqyaslı problemlərə səbəb olub, ən çox Brooklyn və Queens rayonları zərər görüb. Güclü leysanlar küçələrin su altında qalmasına, nəqliyyatın hərəkətinin pozulmasına və ağacların aşmasına səbəb olub. Şəhər xidmətləri təbii fəlakətin nəticələrini aradan qaldırmağa davam edir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 26-29 dərəcə isti olacaq.